لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا، ارفع رأسك وقل أنا سلفي، ما في شيء. İbn Rəcəb rahimehullah buyurur ki, Əl-Hədithu Thalithu vəl-Ərbəun 43-cü hədis. An İbn Abbasin radiyallahu anhuma qala Rasulullah sallallahu aleyhi və səlləm. İbn Abbas radiyallahu anhuma deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə dedi: Əlhiqul fəraidə bi əhliha. Miras paylarını öz əhlinə verin. Fəmə əbqat əl-fəraid fəli-əvlə rəculin zəkər. Və həmən bu miras paylarını payladıqdan sonra miras sahiblərinə, geridə qalanı isə ata tərəfdən olan ən yaxın kişilərə verin. Xarracəhul Buxari və Muslim. Bu hədisi də Buxari və Muslim rahiməhumullah rəvayət ediblər. Və buyurur ki, Şeyx Abdülmuhsin Əl-Abbad hafizəhullah, bu hədis İbn Rəcəb rahiməhullahın əlavə etdiyi həmən o 8 hədisdən birincisidir. Və cəm eləyəndə hamısını eləyir 50 hədis. 42-si İmam Ən-Nəvəvi rahiməhullahın yazdıqlarıdır, cəm etdikləridir, 8-i də İbn Rəcəbin. Burada bir fikir verilir ki, diqqət edəndə görsən, İmam Ən-Nəvəvi rahiməhullah yazırdı hədisi, sonra deyir ravahu. Məsələn, Ravahul Buxari, Ravahul Muslim, Ravahul Tirmizi və rəvayət etdi deyirdi yəni. Burada isə İbn Rəcəb rahimehullah deyir ki, xarracahu. Yəni onu təxric eləyib. Yəni bu eyni mənalı sözlərdir yəni. Sadəcə kəlimə olaraq İmam Ən-Nəvəvi rahimehullah ravahu deyirdi və İmam İbn Rəcəb rahimehullah isə xarracahu deyirdi. Amma məna etibarilə nədir? İkisi də eynidir. Biri təxric etdi, yəni çıxartdı hədislərin içərisindən, bura qeyd elədi mənasındadır. Ravahu isə yəni rəvayət etdi mənasındadır. İkinci olaraq Şeyx Abdülmuhsin Əl-Abbad hafizəhullah buyurur ki, mirası həmən o varislərin arasında bölmə məsələsində, varislərin payını bölmə məsələsində əsas üsullardan hesab olunur. Əsaslardandır. Və burada da həmən o miras payları da deyikdə nə nəzər tutulur? Allah Azza və Cəllənin öz kitabında qeyd etdiyi, təqdir etdikləridir. Həmən o miras payları.